Hamıya salamlar yenidən. Bu gün takipçilerimin təklif etdiyi oyunlara baxacağıq. Craft çox məqsədli oyundur, amma məqsəd olaraq oyunu bitirməkdən çox ilk birinci almaz tapmaya çalışacağıq. Bu gün almaz tapmaya çalışacağıq. Və yaxud da dəmir. Almazla uzun olacaq, ona görə dəmir deyirəm. Yaxşı dəmir axtaracağıq. Hələ normal olsun. Başlayaq. Bunu skip eləmək istəyirəm, amma mən yenə də sizin üçün skip elədim. Təşəkkür edəyim məsələli. İlk birinci yanınızda gördüyüm. Bir kənd olsaydı əslində çox yaxşı olardı. Düymə elədim, çaşıb. Haydi dədəm vay. Yaxşı, ilk birinci buradan yüngülvarı yemək alaq. Çünki bilirəm ki, bu speedrun kimi olmayacaq. Yəni mən speedrunçı falan filan deyiləm. Onsuz da. Bu ağac iğrəncdir. Ondan toplamayacağım. Burada dəmir tapmaq çox pis məsələdir. Yəni kənd tapmaq lazımdır da. Və yaxud da madən girişi. Qəşəng bir də madən girişi də yoxdur ki. Hal nə pisdir bura. Biyomun özü ümumiyyətlə iğrəncdir. Çıx. Aha. Nəsə madən girişi fason bir şey tapdıq. İlk birincisi daş. Ay mən sənin ağzın. Çox pis yerdən daş qırdıq. İki. Üç. Hə, 3 oldu. Taş kazma. Bir tane kömür. Kaç. Dəmir yoxdur burada. Sivil. Yaxşı, 8 dənə daş qıracağım. Pek üçün. Getdik dəmir axtarmağa. Bir dənə dəmir
Madəni lazımdır bizə, başqa heç nə yox. Arzulumuzu da gedərə bilərik. Aslında bizə daha çox kömür lazımdır. Elə eləyək, parlaqlığı artıraq. Hələ də yaxşı görünmür. Yaxşı, bura, həm də bura elə də dərin deyil. Dəmir çıxmaz oradan. Bu sudan zəhləm getdi ya. Oh, bir də başqa bir dənə yerə tapmalıyam. Kömür daha, bir dənə kömür daha. Əslində ağlıma gəldi də. Mən məşalə eləyib gedərəm də. Yaxşı, onda bir dənə də odun qırıb girirəm o deşiyə. Yaxşı. Stand-off. Bundan sonraki part ola bilsin stand-off olacaq. Təzə eşitdiyim oyunda heç yoxlamamışam düzü. Amma marağım gəldi, nə yalan deyim. Yaxşı, hop. Hop. Bir dənə seyf açılır. Allahım. Bu nə? Bir tərəfindən biabır oldum deyə təzdən eləməli olacağım indi hər şey. Of. Yaxşı, bu dəfə 4 dənə, 4-5 dənə olduğunu götürək. Hələ 4 dənə bəs eləyər. Bu dəfə bu tərəfdən gedəcəm. Yaş envanteri koru açardım. Ancaq bu da şey sayılır, bu da hiylə sayılır deyə eləməyəcəm. Çox iğrenc imiş. Şey saxlamam onu. Nə qəşəng gedir deyə. Buradan da tap bir dənə madən girişi tapa bilirsiniz. Panda. Hər neysə. Deşikdir, yox. Olsaydı belə girən deyildim. Şey, yemək lazımdır. Təzdən daş kazma falan eləməliyəm. Bir tane de şey və bir dənə bu. Kır. Oh, burası da karanlıktı. O eşek creeper hardan gel? İskelet var. Geldi bilmirəm ama. Kaş buralarda dəmir olaydı. Gece oldu ya oje. Bu ne değil? Yaxşı. Daş kazma vəziyyətinə heç olmasa çatdım. Qaldı bizə bir dənə kömür və dəmir. Ya, əks tərəfdən gedir. Hopa. Buradan yuxarı çıxa bilmirik. O pis yerə oxşamır. Su var. İskelet var orada. Heç nə görə bilmirəm. Allah, mən məcbur işıq səviyyəmi fullləyib girirəm. Komple su deyəz də. Burada bir yer gör. Hardayım?
İskelet uzanmış. Qəşəng mağara dedik. Çox bərbad yer çıxdı. Daha oje gecə də olur. Bir də mağara girişi zəmənli tapa bilmədik. Bu nə deyə dolandırdı? Bir də bunu alaq. Gecə bizim böyük problemlər gözləyir. Yarım can getdi. Yaxşıca baxsaq tapa bilərik, amma bu nə deyə? Oje yağış da yağmaya başladı. Cəmaət dolaşır oje. Qəşəng. Bu nədir? Heç nə görə bilmirəm. Ancaq gedirəm. Bircə dəmir. Dərin daşa gəlmişəm. Ancaq yenə də görə bilmirəm. Əsəbləşirəm ha. Random yerləri qırdım və kömür tapdım. Tez bundan bir dənə meşale elədim. Bir baxa bilərik ətrafımıza. Allah bu nədir? Çox kasıb bir yerdəyik. Al. Birazca get. Qoy. Şey var. Al mən onu. Çıxan kömür də bir dənə idi. Tez. Bir. Ala bir dənə lazımdır. Peki üçün əvvəlcədən daş yığmalıydım, yığmamışam. Tez. Video neçə dəqiqə oldu bilənmədim. Çatdı deyəsən. Oh be. Hər şey o random kömür sayesinde oldu vallahi. Demir. Ve videomuz bitti.